Cədvəldə axtarış sisteminə verilmiş sorğular və müvafiq axtarış nəticəsində internetdə tapılmış veb səhifələrin sayı verilmişdir. Və sorğularda və ya məntiq əməlini işarə etmək üçün oradan və məntiq əməli üçün isə ənddən istifadə edilmişdir. Və bizə verilən sorğular və həmin sorğu nəticəsində tapılmış səhifələrin sayı bu cür aşağıda cədvəldə qeyd edilmişdir. Və Sumqayıt sorğusu üzrə neçə səhifənin tapıldığını müəyyən edin. Şərtdə bu cür qeyd edin. Və bununla bağlı olan bir düsturu qeyd edirəm. A sorğusu üzrə tapılmış səhifələrin sayı üstəgəl B sorğusu üzrə tapılmış səhifələrin sayı, bunu n olaraq yadda saxlayaq ki, yəni bu sayıdır, bərabərdir A or B plus A and B. And o deməkdir ki, hər iki sorğu ilə bağlı ortaq olaraq ikisi ilə bağlı tapılmış səhifələrin sayıdır. Or isə onların ümumi halda, yəni A və yaxud da B ikisinin də ayrı-ayrılıqda olduğu ümumi səhifələrin sayıdır. Və biz düstura görə, məsəl üçün tətbiq eləsək, Bakını A və Sumqayıtı B deyə qeyd etsək, bizə onda A-nı veribdi ki, Bakı üzrə 3200-dür, amma Sumqayıt qeyd edilməyib. Və onların oru verilib 5000-dir və əndi də verilib 600-dür. Mən 5600-dən 3200-ü çıxıram. Onda Sumqayıt sorğusu üzrə tapılmış səhifələrin sayı olacaq 2400. Deməli, doğru cavab 2400.